Deməli, dərsimizi davam eləyək. Qalmışdıq deməli diaqramlarda. Belə deyək, mətnlərimizə diaqramları necə əlavə edirik? Diaqram nədir ümumiyyətlə? Məsələn, burada istədiyimiz formada diaqramlar yenə də mövcuddur. Hansı formanı istəsək seçə bilərik rahatlıq şəkildə. Seçdik, burada OK düyməsini basırıq və belə bir cədvəl yaranır. Cədvəl deyirəm, diaqram yaranır və diaqram yazılan kimi burada Excel sənədi açılır. Niyə? Çünki diaqramlar əsasən hesablama işi olduğuna görə orada Excel tətbiq olunmuş olur. Biz, biz burada yazırıq. Deməli, diaqramın əvvəlcə adını yazırıq. Məsələn, nəyin diaqramı olsun bu? Tutaq ki, olsun siniflər üzrə qiymətlər, məsələn, qiymətlər. Yazdıq, yazırıq bura. Məsələn, bu olsun az dili. Qısa yazıram, az dili. Bu olsun, tutaq ki, riyaziyyat. Bu olsun, nə bilim, rus dili. Bu da olsun, ingilis dili. İngilis dili. İndi, siniflər üzrə yazmayaq. Burada ki, yazaq ki, məsələn də 6-cı sinif. Neysə, qalsın, burada sonra dəyişə bilərik. Yazırıq burada ki, Azərbaycan dilindən yazaq tutaq ki, məsələn də 50% uşaq qiymət alıb, məsələn. Tutaq ki, riyaziyyatdan 30% uşaq qiymət alıb. Sonra rus dilindən 40%. Sonra ingilis dilindən də olsun 60%. Yazdıq. Bunu yazıb bitirəndən sonra bağlayırıq. Bunu bağlayırıq. Və bizim diaqramımız hazırdır. Burada nəyi göstərir? Azərbaycan dili nə qədər idi? Azərbaycan dili mavi rəngdə olacaq. Riyaziyyat, korичневый, rus dili boz, ingilis dili də sarı. Bəs yaxşı, mən istəyirəm bunların üzərində mən yazdığım faizlarda görünsün axı. Onda nə edirəm? Onda gəlib burada dizaynını dəyişə bilərəm. Burada yazdığım faizlər üzərində göstərmiş oldu. Ya istəyirəm bu formayı eləyə bilərəm. Nə bilim, bu formayı eləyə bilərəm. Belə eləyə bilərəm. Ya burada da artıq yenə formaların rəngləri dəyişmək mümkündür. Amma istəyirəm üzərində heç nə olmasın kimi də yaza bilərəm. Amma rəqəmlər olmağı, məsələn, istəmirəmsə bunu silə bilərəm. Amma istəyirəmsə rəqəmlər qalsın, daha yaxşı anlaşılan olmaq üçün rəqəmləri də üzərinə yazmış oluram. Sonra burada da yenə diaqramların rəngini dəyişə bilərəm, istədiyim rəngi əlavə edə bilərəm. Sonra, nə bilim, formasının, dizaynının müxtəlifdir. Hansı formada istəsək yaza bilirik. Bu formada da ola bilər. Deməli, insertdən nəyə keçdik? Chart bölümünə, diaqram bölümünə. Diaqram bölümündə əgər adı yanlış yazmışıqsa, biz adı buradan da düzəliş edə bilərik. Məsələn, bayaqlar orada siniflər üzrə qiymət yazdıq. Məsələn, siniflər olmasın, səhv yazmışıq. Yazırıq bura, məsələn, 6-cı sinifindir bu. 6-cı sinif. Sırf 6-cı siniflərin takı qiymət cədvəlidir. Belə bir şey də əlavə eləyə bilər. Screenshot nədir? Screenshot ekranın şəklini çəkib əlavə eləməkdir. Məsələn, ekranın şəklini belə də çəkə bilərik və yaxud da start menüsunda, bax, gətirib mən bura qoymuşam, qayçı var. Bu qayçı ilə də ekran şəkli çəkə bilirik. Snipping tool gedir. Açıram bunun new-nu. Burada ekranın şəklini çəkə də bilərəm. Amma bu da ekran şəkli çəkimidir. Çəkdi ekran şəklini, verdim yaddaşa. Gəlirəm bura, da ki, yazıram şəkil. Verdim yaddaşa, save düyməsini basıram. Getdi yaddaşa. Belə də eləyə bilərəm. Bunu bağlayıram. Burada əgər yoxdursa sizdə tapşırıq panelində start menüsündə mütləq şəkildə var. Snap Tools adı axtarıb tapmaq olar. Göz qabağında da çox elə dərinlərdə olmur. Tapa bilməsiniz, buradan axtarış bölümündən də Snap Tool yazırsan, gəlir bura ekrana. Daha S hərfi yazan kimi avtomatik ekrana gəlmiş oldu. Bunu göstərmişdim də tapşırıqlar panelinə qoymağı tutursunuz. Gətirib sol düymənə sürüşdürüb qoyursunuz bura. Gəlib avtomatik belə də tapşırıqlar panelində bizi gözləmiş olur. Hə, indi bu screenshot necə eləyək? Bu da yenə eyni. Əvvəl açılan pəncərələr varsa buradan hazır pəncərələri skrin eləyirik. Yoxsa skrin klipi gətirib ekranın şəklini çəkə bilərik. Online video.
Onlayn video, internetdə olan videolarda, video linkləri əslində gətirib bura yerləşdirə bilirik. Məsələn, açırıq burada YouTube linkimi, YouTube-u kopyalayıb gətirib, məsələn, bura HTTP, YouTube-dan hər hansı bir link kopyalayıb gətirib yerləşdirə bilərik. Yəni, bunlar da mümkündür. Sonra bağlayayım. Sonra nə qaldı burada? Hə, burada bookmarklar var. Bookmark da yenə link əlavə eləməkdir, linklər əlavə eləməkdir, nəyisə zametkalamaqdır, belə də işarə eləməkdir. Bunlardan çox istifadə olunmur onsuz da. Məsələn, burada link hər hansı bir kompüterimin yaddaşında hər hansı bir proqramın linkin əlavə eləməkdir. Məsələn, Arduino proqramının linkin və yaxud da nə bilim Flash printin linkin birbaşa kompüterimizin yaddaşını açır və yaxud da şəkil linki də ola bilər. Hər hansı bir şəkil linkində gətirib bura əlavə eləyə bilərik. Bu formada link şəklində yaddaşda qalmış olur. Bookmark da həmçinin burada axtarışa veririk. Hər hansı bir bookmark istəsək, adı yazıb onu linkə çevirib gətirib əlavə eləyə bilərik. Sonra cross da həmçinin eyni bir şeydir. Paraqrafları, hər hansı bir kontekstimiz varsa, orada paraqrafın nömrəsi varsa, onu da gətirib əlavə eləmiş oluruq. Sonra comment hissəsində əgər bu link haqqında nəsə açıqlama vermək istəyirsənsə, comment hissəsinə yaza bilərsən. Və bu, belə deyək, sənədi başqa bir adama göndərəndə o sənə repli ilə həmin o kommentə cavab verə bilir. Yəni, bu da comment hissəsidir. Sonra həyat hissəsində həyat başlıq əlavə eləməkdir. Kalinki tool deyirlər buna. Məsələn, hər kitablarda oluruq, görürük. Arxada bütün səhifələrin hamısına əlavə olunur. Kölgə kimi bir yazı düşür ora. Bax, həmin o həyat bölümündən eləyirlər. Məsələn, gəlirlər bura. Məsələn, bura yazırıq ki, tutaq ki, ofis proqramları yazdım. Ofis proqramları və bütün səhifəmdə boş yer, arxada 2 dəfə sol düymə verirəm. Bu kölgə kimi burada qalır. Və burada neçə dənə səhifəm varsa, hamısına eyni söz yazılacaq. Hamısına eyni söz yazılıb. Görürsən, ofis proqramları, boş səhifələrə belə. Hamısında Kalinki tool deyirlər buna. Bu formada çapdan da çıxanda bu bütün səhifələrdə qalmış olacaq. Sonra insertdə foto var. Foto isə eyni ilə bu həyatın yuxarıda yox, aşağıda səhifənin altında yazmaq üçündür. Yəni, eyni bir şeydir. Bu başlığında yazıq, səhifənin altında da yaza bilərik. Page number isə səhifəyə nömrə əlavə eləmək. Məsələn, 5 dənə hal-hazırda səhifəmiz var. 5 dənə səhifənin 5-ini də nömrələyə bilərik. Birinci səhifə, ikinci səhifə və bu nömrələrin, belə deyək, forması var. Sağdan, mərkəzdən, soldan, aşağıdan, yuxarıdan, yəni belə hissələrdə səhifəni nömrələyə bilirik. Text boxu demişdik, mətn əlavə eləməkdir. Bu Shapes-in içərisində də var idi, text boxu eyni bir şeydir. Tutaq ki, hər hansı bir belə bir mətn səhifəyə, məsələn, gələk bir dənə boş səhifəyə. Boş səhifəyə istədiyimiz formada mətn əlavə eləyə bilərik. Məsələn, bunun içərisindəki yazını silib, öz yazımız eləyirik və bu rəngi forması belə qala bilir. Sonra quick parts isə burada da yenə mətnlərin başlanğıcına, səhifələrin başlanğıcına nəsə ad, ya telefon nömrəsi, ya Gmail, nəsə də belə bir şeylər əlavə eləyə bilərik. Word isə bəzəkli yazıların yazılmasıdır. Məsələn, bayaqları biz bir dənə söz yazaq burada. Bakı sözü, bunu qeyd edək. Word verək. Bax, hansı Word istəsək, Bakı sözü gəldi, düşdü. Bəzəkli formada burada. Məsələn, Word bəzəkli yazı yazmaq üçündür. Məsələn, belə formada altından kölgəsi düşdü. Biz bunu Home-da da eləyə bilirdik. Bax, burada. Eyni yazı formasıdır. Sonra insertdə var drop cap. Drop cap nə deməkdir? Drop cap'i biz rast gəlirik, belə deyim, əsasən nağıl kitablarında. Məsələn, nağıl kitablarında necə olur? Tutaq ki, gələk bir dənə yeni səhifəyə. Burada çoxdur yazı qarışmasın. Məsələn, bura yazmışam A hərfi. A-nı yazıram və seçirəm. Gəlirəm bunu drop cap edirəm. Yəni, bax bu formada. Birinci hərf böyük olacaq.
Sonra bunun yanından yazılar yaza bilirəm və bu formada yazılar yaza bilirəm. Əsasən nağıl kitablarında, qəzetlərdə, jurnallarda belə bir yazı tipinə rast gəlirik. Bu formada da eləyə bilərik. İki dənə forması var. Belə formada da düzəldə bilərik drop kapı. Yəni bunlar da drop kapdır. Yəni belə deyim də birinci hərfi böyünən yazmaq üçün, əsasən dizayn vermək üçün, böyünən yazmaq deməyək, dizayn vermək üçün istifadə olunur. Line xəttlərdir. İnternetdən istədiyimiz xətti düzəldirik burada. Yəni line xətt çəkməkdir. Sonra data time vaxt əlavə eləməkdir. Əllə də yaza bilərik. Problemdir klaviaturadan da, yəni vaxt tarix əlavə eləyə bilirik. Məsələn, yox, ərinliysə belə deyək də ad tarix latın dilinə keçirik burada. Məsələn, bu gün ayın 8-i iyul çərşənbədir. OK verən kim gəlib düşəcək bura. İyul 8 iyul çərşənbə. Gəlib ekrana düşmək oldu. Bunu yenə deyirəm, əllə də yazmaq olar, amma hazır data time-la da yerləşdirə bilirik. Bu da obyektlər əlavə eləməkdir. Yenə şəkillər və yaxud da başqa bir proqramlardan hər hansı bir diaqram, şəkil, məsələn, Corel Photo Paint-dən və yaxud da nə bilim Corel Draw-dan, Corel Draw-dan məsələn hər hansı bir formanı, şəkili əlavə edib gətirib ekrana yerləşdirə bilərik. Əlbəttə ki, əgər varsa. Biraz gec yüklənir. Aha, baxın, avtomatik Word sənədi gəldi, biz üçün açıldı. Deməli, başqa bir proqram, yəni CorelDRAW proqramıdır əslində bu. CorelDRAW proqramında Word sənədi açılmış oldu. Sonra burada nəyimiz qaldı bizim? Görək. Insertdə drop kapı yazdıq. Obyekt, hə, bir dənə qaldı equation. Equation nədir? Equation düstur deməkdir. Düsturlar. Məsələn, belə deyək, test hazırlamaq istəyirik, testlər yazmaq istəyirik. Bir dənə yeni səhifə açaq burada. Aha, test yazmaq istəyirik. Məsələn, riyaziyyatdan bir test yazırıq. Tutaq ki, deyirik ki, misal həll elə, məsələn, də ağlıma gələn oldu. Misalı həll et. Və burada misalı yazmaq istəyirəm. Mən baxıram ki, mən yazmaq istədiyim misal düsturlar tapa bilmirəm buradan. Equation açırsınız. Burada istənilən tipdə belə deyək, düstur mövcuddur. İstənilən tipdə sinusun, kosinusun, hətta burada tapa bilməsək belə insert new equation-a keçirsiniz. Bax burada düsturlar var. Alfa, beta, gamma, nə bilim, kök altı, kökün 3-cü dərəcəsi, 4-cü dərəcəsi. Çünki bunları klaviaturadan yazmaq mümkün deyil. Və yaxud da burada düsturlar, istədiyimiz düsturu götürə bilərik. Məsələn, götürdük, bura yazırıq da ki, 3-də 5-də 3 yazmaq istəyirik. Məsələn, yazmış olur 5, burada yazırıq da ki, 6-da 5 yazırıq da ki, 7-də 5 yazırıq. Vəssalam. Bu bizim düsturlarımız. İstədiyimiz formada düsturlar var. Hansı formada istəsək, məsələn, A bərabərdir, Pierre'in kvadratıdır məsələn də. Bu düsturu yazmaq lazımdır. Düz deyib, bunu əllə də yazmaq olar. Amma məsələn, elə düsturlar var ki, əllə yazmaq mümkün deyil. Məsələn, inteqralları əllə yazmaq mümkün deyil. Çünki klaviaturada inteqralın şəkli yoxdur. Sonra cəmləyicidir də, bu səhv eləmirəmsə. Məsələn, şəkli yoxdur. Sonra belə bir işarələr yoxdur. Sinusun ümumiyyətlə belə bir şey yoxdur. Yəni, əgər lazım olarsa, nə vaxtsa limitdən, zatdan istifadə eləmək, loqaritmadan, limitdən, yəni bu düsturlardan açıb equation-dan, məsələn, kök 6 yazmaq istəyirik, kökün 3-cü dərəcəsi, məsələn, bunu yaza bilərik. Bu formada və yaxud da 3-cü dərəcə yox, başqa bir dərəcə yazmaq istəyirik, burada açıb istifadə edə bilərik, əllə yazırıq burada. Məsələn, buraya yazırıq 7-ci dərəcəsi, məsələn də, burada kök 6-nın içində 56. Məsələn, belə bir düsturlar yazmış olarıq. Sonra simvol, bu da yenə simvol nədir? Klaviaturada olmayan simvolları əlavə eləmək. İstədiyimiz qədər burada simvollar var. Xoşumuz gəlməsə, more simvola keçid edirik. Burada istədiyimiz simvolu götürə bilərik. Məsələn, biz bu simvolu axtarırıq, tapa bilmirik. Seçdim, insert. Gəldi, düşdü. Misal, kursor hardadırsa ora. Məsələn, sonra arxasıca onun yazsın, yaza bilərəm. Məsələn, belə bir simvol lazımdır. Seçirəm, insert. Hansını seçsəm onu, məsələn, saat şəkil lazımdır. Insert, saat gəldi, düşdü. Məsələn, nə qədər insert versəm, o qədər əlavə edəcək. Bunlar da simvolların əlavə
olunması. Deməli, home deyirəm. Word-də keçdik hansı insert menyusu. Gələn dərs bu insert menyusundan sual-cavab eləyəcəm sizinlə. Deməli, fayl menyusunu sual-cavab elədim. Bayaqları home elədim. Insertində bu dərsi evdə açarsınız təzədən kompüterin qarşısında bir dəfə belə deyim, praktik özünüz üçün eləyərsiniz qəşəng. Ondan sonra deməli bizim dərsimiz gələn dərs hər üzə tək-tək keçəcəm çünki günləri öz ayrıdır. Bir də bu günləri birləşirsiniz. Üçüncü günlər hərənin belə deyim də ayrı-ayrı dərslərində də eyni dərsi soruşacağam. Biriz birinci gündür, biriz də ikinci gündür də. Bir dənə üçüncü günlər bir yerdə olacaqsınız siz dərslərdə. Yerdə qalan belə deyim dərsləriniz ayrıdır. Hərə öz dərsinin vaxtında, yəni biriz birinci gün, biriz də ikinci gün. Bu insert menyusun soruşacağım sizdən də. Hətta evdə oturun məşq də eləyin. Nə qaranlıq qalsa, nə çətinlik çəksəz, sual verərsiniz, izah eləyərəm. Sonra Demək, keçəcəyik. Bəli. deyirəm yaxşı. Aha. Deməli, qalan sualınız yoxdursa, növbəti dərslər qalsın. Onsuz bir şey qalmayıb. Ən çətin menyular bunlar idi. Yəni ən 3 dənə fayldır, home'dur, bir də insertdir. Yerdə qalan keçən səfər də dedim, menyular bunların təkrarlarıdır. Yəni desingdə, lap indi də izah eləyə bilərəm, heç qalmasın gələn dərsə hələ vaxtımız var onsuz da. Desing məsələn bu home'un təkrarıdır, bu style'ın təkrarıdır. Burada desing dizayn seçimidir. Burada da home'da style seçimidir. Eyni düymədir. Color rəngləri biz hardan verirdik? Home'dan da colorlar verə bilirdik də. Gətirib burada desingin içərisində də color salıblar. Arxa fonlar kalibri, sonra Arial. Home'un menyusudur. Eyni ilə Home'un menyusudur. Gətirib desingə atıblar. Yəni heç bir fərqi bir şey yoxdur. Sonra layoutda printin düymələridir. Yəni print düyməsinin içərisində olan menyunu eyni menyudur. Landscape rejimi, portret rejimi, sonra səhifənin yuxarı, aşağı, sağ, sol seçimi. Bunu gətirib layout'a atıblar. Eyni bir şeydir. Burada A4 vərəyi, A3 vərəyi, sonra portret rejimi, landscape rejimi, səhifənin ölçüləri. Çünki biz hər zaman A4-də yazırıq onsuz da. Əgər başqa bir printerlərimiz olsa A5, nə bilim, B4 legal zat. O zaman dəyişirik. Bir dənə burada əlavə layoutdan nə var? Məsələn, səhifənin bölünməsi. Səhifənin bölüb biz hardan böldük? Buradan, insert menyusundan. Gətirib layoutun da içərisinə salıblar. Nömrə hardan qoyduq? Yenə insertdə. Gətirib layoutun da içərisinə bunu yerləşdiriblər. Yuxarı, aşağı, sağ, sol, sonra şəklin position, wrap teksti harda var idi? Insertdə var idi, ons bu. Yəni gətirib burada layoutun içərisinə yerləşdiriblər və burada bir dənə əlavə kolum var. Kolumda nədir? Və burada görürsünüz formasın. Qazetlərdə olur. Məsələn, yazını belə yazır, sonra ara məsafəsi verir, keçir bu formada. Yəni bu kolumuz var bir dənə. 2 dənəlik kolumuz, 3 dənəlik kolumuz. Yəni belə bir yazdığımız yazı avtomatik 3 dənəlik verdiyimizə görə bu yazı 3 dənə. Görürsünüz, buradan bura qədər ara məsafəsi, sonra belə ara məsafəsi 3 dənə sütuna bölünmüş oldu. Layoutda bir dənə artıq odur. Yerdə qalan hamısı təkrardır. Sonra referensdə. Referensdə ümumiyyətlə belə deyim, baxılası bir şey yoxdur. Çünki belə deyim də qrammatik səhvləri göstərir, sonra mətnin formasını göstərir. Yəni burada axtarılası və yaxud da nəsə əlavə eləyəsi bir şey yoxdur. Hətta belə deyim, heç çox proqramlarda, məsələn Windows 7-dədir, Windows 10-dadır, bunlar yoxdur. Çünki artıq bir şeydir. Sadəcə bunu nə üçün salırlar? İmtahanlara düşmək üçün salırlar bunu, bu hissələrin ona görə. Mail hissəsidir, göndərməkdir. Faksla, e-maillə, yəni biz bunu fayl menüsündə də göndərə bilirdik, eksportla. Eksport göndərmədir, şeir göndərmədir. Bunu da göndərə bilirdik. Review baxış rejimidir. Ya biz bu baxış rejiminin faylın print əmrindən də baxa bilirik. Bu formada yazılarımız hansı formadadır. Yəni bunu da gətirib yenə bura qoyublar və yaxud da yazılarımızda qrammatik səhv varsa, nə orfoqrafik səhv varsa, bu qrammatik səhvdir, bu orfoqrafik səhvlərdir, axtarıb tapılmasıdır. Sonra kommentlərin əlavə olunması insertdə də var idi. Kommentlərin əlavə olunması, gətirib yenə eyni menü. Yəni burada yeni bir şey yoxdur ki, deyəm ki, hə burada belə. Məsələn, bir dənə burada layoutda kolumuzdur, yeni bir şey. Yerdə qalan təkrardır. View'də görünüş rejimidir. Buna əl vurmuruq. Çünki
Hər zaman print layoutda qalmağı daha məsləhətlidir. Read mode rejimində biz burada redaktə edə bilmirik, əgər read mode rejimində qoyarsaq. Hər zaman print layoutda, onsuz da özü standart olaraq print layoutda qalır. Amma belə deyək də, qurtdalayıb nəyəsə əldəysə, print layoutda mütləq şəkildə qoyulmalıdır. Çünki çap rejimidir. Sonra burada bir dənə nə var? Rule. Məsələn, burada xəttkeşlər var. Və bu xəttkeşləri yoxa çıxardıb ekrana gətirmək olar. Və yaxud da riyaziyyat xanası kimi belə bir xana düzəldə bilərik özümüz üçün. Yəni bu gridli istifadə də edə bilərik, istifadə eləməyə də bilərik. Sonra böyüdüb kiçiltmədir ekranı. Məsələn, buradan da böyüdüb kiçiltmək olar. Vacib deyil, oradan böyüdüb kiçiltmək. Məsələn, buradan da böyüdüb kiçiltmək mümkündür. Sonra belə. Yəni burada da kaskad rejimidir. Əgər 3 dənə, 4 dənə Word açmışıqsa, arxa-arxaya belə rahat şəkildə düzə bilərik. Yəni bunu vacib deyil buradan gedib bilirsən. Bunu da balacalaşdırıb belə də düzə bilirik də. Yəni deməyim odur ki, vacibli bir menyular yoxdur burada. Helpdir, köməkdir, nə isə çaşanda, nəsə bilməyəndə düzdür, ingilis dilində cavab verir bizə. Yəni belə, əsasən ümumiyyətlə Word-ün 3 dənə menyusu var. Bayaq dediyim kimi fayldır. Home'dur, bir də insert menüsüdür. Yerdə qalan menyular bu menyuların içərisində olan təkrarlardır və yaxud da sağ düymənin təkrarıdır. Yəni başqa bir şey deyil. Yəni yeni bir şey yoxdur ki, sizə deyəm ki, hə, burada belə bir şey var, vacibli olan bir şeydir. Yəni yoxdur. Hamısı onsuz da onların içərisindəkilərin biz insertdə hamısına tək-tək baxdıq və yaxud da home-da tək-tək baxdıq. Bunların təkrarıdır. Desingin, layotun, referensin, mailin, reviewin, vidin içərisində olanlar. Yəni qeyri-adi bir şeylər yoxdur. Lazımlı da bir şeylər yoxdur əslində. Lazımlı olsa deyərik ki, lazımlı bir şeylərdir. Bir dənə burada nəyi səhv eləmirəmsə nəsə qaldı deməməyim. Bir dənə baxım görüm o. Nə qaldı? Hə, bir dənə burada home menüsündə editi sizə deməmişəm nədir? Edit redaktə etməkdir. Redaktə etmək nə deməkdir? Məsələn, əgər bizim indi bu dəqiqə 6 dənə səhifəmiz var. 6 dənə səhifədə Azərbaycan sözü var. Və biz gəlirik onu find başlayırıq axtarır. Məsələn, deyirik ki, hansı səhifə? Bu səhifədir. Səhifələr axtarır. Məsələn, burada neçə dənə səhifə var? 6 dənə. Biz hansı səhifəyə gəlmək istəyirik? Baxırıq burada. Tutaq ki, məsələn, bu səhifəyə gəlmək istəyirik, gəldi, tapdı, onunla işimiz yox. Gəlirik burada replace, əvəz etmə var. Yazırıq bura Azərbaycan sözün, Azərbaycan. Deyirəm Azərbaycan sözün əvəz eləsin Türkiyə sözü ilə. Mən səhv yazmışam Azərbaycan vurun. Və burada əvvəl find eləyirik. Axtardı. Tapdı Azərbaycanı. Deyirəm ki, replace elə. Replace bir dənəsini eləyəcək. Replace al isə hamısın. Bütün mətnlərdə nə qədər Azərbaycan sözü varsa, hamısını dəyişib eləyəcək Türkiyə. Bax 22 dənə söz var imiş. Okey. Bunu bağlayırıq. Bura bax, hamısı oldu Türkiyə. Bax edit hissəsində bir daha da təkrarlayıram. Find axtarmaqdır, replace əvəz etməkdir. Hansı sözü hansı sözlə əvəz eləmək istəyirsə onu yazırıq. Bir dənə söz replace, amma bütöv sözü replace al veririk. Bir də burada select var, seçmə. Seçmə əmri mən sizə demişdim. Select al, bütün, yəni bu Ctrl A-dır klaviaturadan. Seçmək üçün Ctrl A-dır, bütün hamısını seçmək. Və yaxud da sözlə seçmək, kursoru tutub, belə də sol düyməni tutub sürüşdürmək olur. Belə, Word-ümüz demək olar ki, bitdi, amma gələn dərs sırf sözü ilə sual cavab eləyəcəm və bir də Word-də evdə mənim üçün bir dənə sənəd hazırlayıb atırsınız. Mətinli, şəkilli, diaqramlı, sonra mütləq şəkildə və yaxud da atmasaz belə olsa, yox, özünüz işləyin. Harda çətinliyiniz var, harda çaşdınızsa və yaxud da ilişib qalırsınızsa, onu gələn dərs mütləq şəkildə Word-ü bir daha da başdan səliqəli şəkildə izah eləyəcəm sizə. Belə. Başqa sualınız yoxdursa, sağ ollaşaq. Evet, Oldu. Sağ olun o zaman. sağ olun müəllimim. Sağ ol. Sağ olun müəllimim. Sağ ol.